Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən aqrar fəaliyyətli Azərbaycan qadınları layihəsi çərçivəsində qadın fermerlərlə görüş keçirilib. Paşa Holdingin dəstəyi ilə həyata keçirilən görüş Lənkəran, Astara, Neftçala, Masallı, Cəlilabad rayonlarında baş tutub. Görüşdə Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Məmmədov, Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü Anar Qədirov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qəmbərova və qadın fermerlər iştirak ediblər. Görüşdə çıxış edən Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü Anar Qədirov, aqrar fəaliyyətli Azərbaycan qadınları layihəsi haqqında iştirakçılara məlumat verib. Anar Qədirov çıxışında kənd təsərrüfatında fəaliyyət göstərən qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, kənd təsərrüfatı sektorunda qadınların rolunun artırılması və onların iqtisadi müstəqilliyinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılmasının təmin edildiyini bildirdi. Daha sonra Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Məmmədov bildirib ki, ictimai həyatın bütün sahələrində qadınların rolu ildən ilə artır. Tədbir iştirakçılarından olan Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qəmbərova Azərbaycan qadınının kənd təsərrüfatında oynadığı əvəzsiz rolundan, verdiyi töhfələrdən danışıb. Bildirək ki, AFAQ layihəsi çərçivəsində 13 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 7 ədəd yem doğrayan avadanlıq, 2 ədəd süd sağan aparat, 2 ədəd inkubator, 2 ədəd dən üyüdən avadanlıq, 1 ədəd bal süzən aparat təqdim edilib. Qadın fermerlərə təsərrüfat sahələrinin inkişaf etdirilməsi məqsədi ilə quşçuluq və heyvandarlıq mövzularında da təlimlər keçirilib. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq bugün Cənub regionundan AFAQ layihəsinə müraciət edilmiş xanımlarla görüşə gəlmişik. Layihənin məqsədində qeyd olunduğu kimi biz xanımlara müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının dəstək göstərilməsini həyata keçiririk. Bugün Cənub regionundayıq, doğrudur, amma bu şəkildə dəstəklərimiz hər zaman Azərbaycanın ayrı-ayrı regionlarında davam edir. Bununla bağlı da elə bildirmək istəyirəm ki, AFAQ layihəsi aktivdir, fəaliyyət göstərir. Sosial media hesablarından və afaq.az saytından hər bir xanımımız, xanım fermerimiz müraciət edərək layihədən yararlana bilərlər. Qeyd edək ki, AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Bugünədək layihə çərçivəsində 847 fermerə kənd təsərrüfatı layihəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 29 region üzrə 299 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.